20'yə baxaq. Köklərinə görə çevrilmiş tənlik qurun. Köklərinə görə çevrilmiş tənlik, yəni Viyot teoremindən istifadə edəcəyik. Viyot teoremində necə idi? X1 üstə gəl X2 A bölünsün C mənfi formada. X1 vurulsun X2 isə B bölünsün C. Bu hansıdır? AX kvadratı üstə gəl BX üstə gəl C tənliyinə əsasən idi. İndi biz bu Viyot teoremindən istifadə edib tənliyi quracaq. Davam edirik. Bunun üçün birincidə X1 və X2-nin cəmini tapırıq. İlk növbədə mənfi 1 ilə 5-in cəmi bizə 4 verir. X1 vurulsun X2-ni də tapanda mənfi 1 vurulsun 5, mənfi 5 verir. Və biz demişdik ki, əksi ilə götürürük də, yəni çevrilmiş tənliyi əksinə, yəni AX, A-nın burada qiyməti 1-dir ki, yəni məxrəcləri 1 olduğuna görə A-nı 1 götürürük. Məxrəcləri 1 olduğuna görə 1 götürürük. Onda olur x kvadratı çıxılsın 4x, mənfisi götürülürdü demişdik, əksi. Çıxılsın 5 bərabərdir 0. Və burada diskriminantı həll edib baxarsınız ki, belə deyək, bir də baxaq görək nə səhv olmadı, işarə səhvi olmasın gərək. Diskriminantı qaytarıb hesablasaz, görərsiniz ki 4 üstə gəl 5 9-dur. X1 2 bərabərdir 2 üstə gəl çıxılsın 3. Beş və mənfi 1. Köklər həqiqətən də qayıdır. 5 və mənfi 1 olur. Yəni yazdığımızın doğruluğunu yoxlamaq üçün bu üsuldur. X2 də olur, mənfi 1. Bəli, həqiqətən də 5 və mənfi 1-i aldıq. Deməli, bu üsulla davam edirik. Yəni ki, bunu yazmaya da bilərdiniz. Sadəcə, ola bilər imtahanda yazdığınızda şübhə elədiniz. Ola bilər imtahanda yazdığınızın doğru olmağını şübhə elədiniz. Onda bu belə yoxlaya bilərsiniz. Bundan sonrakıları bir dəfəlik yazacağım. Deməli, cəm 3 ilə 5-in cəmidir 8. Vuranda isə 3 vurulsun 5, 15. Olur, x kvadratı çıxılsın 8x üstə gəl 15 bərabərdir 0. Üçüncüdə tənliyimiz necə olacaq? Üçüncüdə isə tənliyimiz deməli x1 üstə gəl x2 mənfi 3 üstə gəl 2 mənfi 1. x1 vur x2 mənfi 3 vur 2 mənfi 6. Deməli x kvadratı plus x minus 6 bərabərdir 0. Davam edirik. Davam edirik. Dördüncü ilə. 4-də x1 üstə gəl x2 bərabərdir 0,3 üstə gəl 0,1 bərabərdir 0,4. x1 vur x2 0,3 vurulsun 0,1 0,3. x kvadratı çıxılsın 0,4x üstə gəl 0,3 bərabərdir 0. Bu 4-ün həlli olacaq. İndi isə 5-ə baxırıq. 5-də eyni qayda ilə davam edirik. x1 üstə gəl x2 4 üstə gəl 5 9. x1 vur x2 4 vur 5 20. Və x kvadratı çıxılsın 9x üstə gəl 20 bərabərdir 0. Tənliyimiz bu şəkildə olacaq. İndi isə davam edirik. Davam edirik. İndi isə 6 ilə. x1 üstə gəl x2-də mənfi 3 üstə gəl 5-də 2 alınır. x1 vur x2-də mənfi 3 vurulsun 5 mənfi 15 alınır.
Və tənliyimiz bu şəkildə olur. X kvadratı çıxılsın 2x çıxılsın 15 bərabərdir 0. Yəqin ki aydın oldu. İndi isə 7-yə keçirik. 7-cidə x1 üstə gəl x2 bərabərdir 0,3 çıxılsın 0,2 0,1. x1 vur x2 bərabərdir 0,3 vurulsun mənfi 0,2 eləyir mənfi %6 və burada x kvadratı çıxılsın 0,1 x çıxılsın 0,6 bərabərdir 0. Bunları hər birini 100-ə də vurub yaza bilərsiniz. Baxın bu formada 100x kvadratı çıxılsın 10x çıxılsın 6 bərabərdir 0. Bu şəkildə gətirmək olar. 8-cidə x1 üstə gəl x2 bərabərdir 6 çıx 3 bərabərdir 3. x1 vur x2-də 6 vur mənfi 3 bərabərdir mənfi 18. X kvadratı çıx 3x çıx 18 bərabərdir 0. Bu şəkildə olacaq tənlik. Hamısını yazdıq buradan. İndi keçirik növbəti 21-ədir. Tənliyi həll edin. Tənliyi həll edin, yəni diskriminantı tapın və ya çoxhədlini vuruqlara ayırın. Fərqi yoxdur. Biz də baxın 8-i 3 və 5-i ayıra bilirik də rahatlıqda. Bəlkə belə yazaq. 3 və 5-i ayırsaq. Diskriminantsız da etmək olur. 3x çıxır, x minus 3. Burada 5 çıxır, x niyə minus 3-i? Minus 1. Burada da minus 1 bərabərdir 0. Bir mötərizənin içində hər ikisində olan x minus 1. Digərində isə kənarda qalan 3x minus 5. Buradan x minus 1 bərabərdir 0. X bərabərdir 1. Və 3x minus 5 bərabərdir 0-dan 3x bərabərdir 5. X bərabərdir 5 bölünsün 3. Sonra davam edirik. Burada 2-yə baxırıq. 2-də x kvadratı çıxılsın 7x üstə gəl 6 bərabərdir 0. Diskriminant bərabərdir 49 çıxılsın 4 vur 6 24 edir. Diskriminant bilirsiniz hansı düsturdur? B kvadratı minus 4ac-dən istifadə edirəm. 24 bu da edəcək 25. x1 vur x1 2 bərabərdir. Mənfi B necədir düstur? Üstə gəl çıxılsın diskriminant bölünsün 4. 4 yox, üzr istəyirəm 2A. Burada mənfi B 7-nin mənfisi müsbət olacaq. Diskriminant kök altdan 5 çıxacaq. A-nın da yerinə ədəd yoxdur 2. Deməli x1-imiz olacaq. 7 üstə gəl 5 bölünsün 2-dən. 12-ni 2-yə böləndə 6. x2-miz bərabər olacaq. 7 çıx 5 bölünsün 2-dən. 2-ni 2-yə böləndə 1. Aydın oldu uşaqlar. Davam edirik. Bunu da yazdıq. Sonra 3-ə baxırıq. 3-də necə yazacağıq? 3-də yenə mənfidən azad eləyəcəyik. Olacaq 2x kvadratı üstə gəl 5x çıx 7 bərabərdir 0. Diskriminant bərabərdir. Əslində 5-i 7 və 2-yə gətirib çıxara bilərik. Heç diskriminantçılıqda ehtiyacı qalmaz. Baxın bunu üstə gəl. Bir dəqiqə çıxılsın. 2x üstə gəl 7x kimi yaza bilərik. Mənim üçün ən rahat belə misallarda çoxhəllini vuruqlara ayırma. Yəni bu üsuldur. Mümkün olanda bu üsuldan istifadə edirəm. Əgər mümkündürsə, burada mümkündür. 7 çıxanda x minus 1 bərabərdir 0. Ortaq vuruq x minus 1-dir. 2x plus 7 bərabərdir 0. X minus 1 bərabərdir 0. X bərabərdir 1. 2x plus 7 bərabərdir 0. 2x bərabərdir mənfi 7. X bərabərdir mənfi 7-yi böləndə mənfi 3,5. Aydın oldu yəqin. Bu da 3-ün həllidir. İndi isə davam edirik. Baxacağıq 4-ün həllinə. 4-də uşaqlar. 4-də belə olacaq. Yenə mənfidən azad eləyəcək. Y kvadratı çıxılsın 8y. Üstə gəl 15 bərabərdir 0. Diskriminantın da düsturundan görək 8-i ayıra bilərikmi? 3 və 5 kimi də ayıra bilərik. Diskriminantdan da istifadə edə bilərik. Mən 3 və 5 kimi
ayıracağım. Yəni şərtdə demir hansı üsuldan istifadə edin. Bizə hansı rahatdır onu istifadə edirik. Yəni mənə bu rahatdır. Siz diskriminantdan da yazıb tapa bilərsiniz. Y minus 3 bərabərdir 0. Y minus 5 bərabərdir 0. Y bərabərdir 5. Y minus 3 bərabərdir 0. Y bərabərdir 3. 3 və 5. Yəqin ki aydın oldu. Davam edirik. Bunu bu qayda ilə davam edəcəyik. Və nəhayət keçirib 5-ə. 5-də nə deyir? 5-də deyir ki, uşaqlar. Deməli, onu 24-ə görə ayıra bilərik. 4 və 6 kimi də ayıra bilərik. Diskriminantda istifadə edə bilərik. Mən 4 və 6 kimi ayıracağım. A çıxacaq mötərizə xaricinə. Burada 6 çıxacaq. Görürsünüz, hər ikisində eyni vuruq var. A minus 4. Digərində isə uyğun ortaq olmayanlar gəlir mötərizə içinə. 0 buradan A4. A minus 6 bərabərdir 0 və A bərabərdir 6 qiymətlərini ala bilər. Bu da 5-in həlli oldu sizin üçün. İndi isə keçirik 6-nın həllinə. 6-da 8x-i 4 və 3-ə görə ayıra bilərikmi? Deyəsən mümkün deyil. Yəni mümkün də əslində, sadəcə biraz çətin ağla gəlir. Ona görə də diskriminantın düsturundan hansı düsturdan istifadə edəcəm? Cüt ədədlərin düsturundan AC bərabərdir. 4-ün yarısı 8-in yarısı 4, 4-ün də kvadratı 16. 4-dən də 3-ün hasilini çıxanda 16 çıx 12 bərabərdir 4. Burada x1, x2 cüt ədədlərdə B bölünsün 2, üstə gəl çıxılsın diskriminant bölünsün A düsturudur. Bizdə burada davam etsək, mənfi B bölünsün 2, 8-in yarısı 4, üstə gələk kök at diskriminant 4 və A-mız da 4-dür. Onda x1 uyğun olaraq 4 üstə gəl 2 bölünsün 4-dən, 4-də 6, 2-də 3 və x2'miz 4 çıxılsın 2 bölünsün 4, 4'də 2, 2'də 1. Biri 2'də 3'dür, digəri 2'də 1. Davam edirik. Davam edirik. İndi isə 7'ni 7'də 4x-i 4 və 3'ə görə ayırmaq mümkündürmü? Gəlin elə burada da diskriminant, cüt ədədlərin diskriminantı. 4'ün yarısının kvadratı 4. Üstə gəl 4 vur 3. 4'ün üstünə 12 gələndə 16. x1 2. 4'ün yarısı 2. Mənfisi götürülür. Ona görə əks işarə. 16 bölünsün 4. Bu da x1 bərabərdir 2. Üstə gəl 4 bölünsün 4. 4'də 6, 2'də 3. x2 bərabərdir 2 çıxılsın 4 bölünsün 4. Mənfi 4'də 2. Mənfi 2'də 1. Aydın oldu. İndi isə keçirik. 7'ni də bitirdik 8'ə. 8'də 2'ni necə ayıra bilərik? 6 və bunu ayırmaq mümkündür. Yəni ağla gəlir. Belə ayıraq. Minus 3A plus A yox. Yox. 3A plus A olanda gəlin elə bunu diskriminantdan yazaq. 2'nin yarısının kvadratı 1. Üstə gəl. Bunu ona görə ayırmaq olmur. Çünki kök altından tam ədəd çıxmır. Diskriminant 7'dir. Ona görə ayıra bilmək mümkün olmadı. 1 üstə gəl çıxılsın kök altda 7. A'mız da yoxdur. A1'imiz 1 üstə gəl kök altda 7. A2'miz olacaq. 1 çıxılsın kök altda 7. Burada isə cavablar belədir. İndi keçirik 9'a. 9'da 10A'nı 25'ə görə. 25 nədir? 5 ilə 5'in hasilidir. 5A, 5A kimi yaza bilərik. 2 mənfi ədəd kimi. 25 bərabərdir 0. A çıxır mötərizə xaricinə. A minus 5. 5'də A minus 5 bərabərdir 0.
Bu müxtəsər mod düsturudur da uşaqlar. Heç bu boyda bunu yazmağa ehtiyac yox idi. Hansı düsturdur? A-5-in kvadratı düsturu. Eləmi? Burada A nəyə bərabər olar? 5-ə. Heç onu o boyda yazmağa ehtiyac yox idi. Bu da müxtəsər mod düsturudur. Görürsünüz, heç yazmaq lazım deyil elə. A bərabərdir 3-ə. Bu da müxtəsər mod düsturudur 11-də. B bərabərdir 4. 12 müxtəsər mod düsturudur. Xeyr, 12 deyil. Yəni 12-də artıq 8-i diskriminantdan 8-in yarısı 4, 16, 16 üstə gəl 7 vur 12. 16 üstə gəl 84 deməkdir. Bu da 100'dür. Bu da 100'dür və burada x1, 2 bərabərdir. 4 üstə gəl çıxılsın 10 bölünsün 12 düsturudur. x1 bərabərdir. 4 üstə gəl 10 bölünsün 12. 12-də 14. Bu da eləyir 6-da 7. x2 bərabərdir. 4 çıxılsın 10 bölünsün 12. 12-də 6, mənfi 2-də 1. Hə, uşaqlar, aydın oldu yəqin. Bunların da həlli. Belə indi keçirik. 22. Tənliyi həll edin. Baxın uşaqlar, birinci nə edirik? Birinci qeyd eləməliyik ki, məxrəc sıfırdan fərqlidir. Bunu mütləq qeyd eləməliyik. Yəni A-3 ala bilməz. Sonra keçirik tənliyimizi həll etməyə. Onsuz da biz çarpaz vursaq, aydındır ki, burada məsələn çarpaz vuraq baxaq, A üstü 3-də ixtisar gedəcək. Və ya mən əvvəlki videolarda da qeyd etmişəm. Əgər ortada bərabərlik varsa tənasübdə və ya fərq yoxdur kəsirlərdə, bərabərlik varsa məxrəclə məxrəcə əvvəldən ixtisar apara bilərik. Elə surətlərə də aiddir. Yəni onsuz da bu şəkildə gətirib yazanda ixtisar gedəcək. A kvadratı bərabərdir A-dan da A-lar ixtisar gedir. A bərabərdir 1. Burada A1 qiymətini ala bilər. Amma -3-dən fərqli qiymət olduğu üçün ala bilər. Yəni -3-ə bərabər olsaydı o qiyməti ala bilməzdi. Sonra 2-də elə bəri başdan ixtisarlarımı aparam. Bayaqki kimi yazsam onsuz da ixtisar gedəcək. Və bir şey də qeyd edirəm əvvəldən ki, A fərqlidir 2-dən. Yəni məxrəc 0 ola bilməz. Sonra A kvadratı bərabərdir A-dan ixtisarlar gedir. A bərabərdir 1. 2-də cavab A bərabərdir 1-dir. 3-də yenə məxrəclər eynidir. Amma bir şey əvvəldən qeyd edirəm ki, x fərqlidir 0. X kvadratı fərqlidir 12. Yəni x fərqlidir. Kök adda 12 qiymətini almalıdır. Fərqlidir. Kök adda 12 deyəndə mənfi müsbət kök adda 12-dən fərqli. İndi burada tənliyi keçək həll eləyək. X kvadratı bərabərdir 5x minus 6-dan. X kvadratı minus 5x çıx 6 bərabərdir 0. Diskriminant bərabərdir 25 üstə gəl 24 bərabərdir 49. X1 2 bərabərdir mənfi 5-in əksi 5 üstə gəl çıxılsın 49 böl 2. Və buradan x1 bərabərdir 5 üstə gəl. 49-dan 7 çıxır da 7 böl 12-ni 2-yə 6. x2 bərabərdir 5 çıxılsın 7 böl 2. Mənfi 2-ni mənfi 1. 6 və mənfi 1 qiymətlərində qiyməti alınır. O da kök adda 12 ilə əlaqəsi yox deyə bu qiymətləri ala bilər. Davam edirik. Deməli, baxaq 4-də. 4-də eyni qayda ilə. Baxın, bunlar onsuz da ixtisar gedəcək. Amma nəzərə almalıyıq ki, fərqlidir 0, x kvadratı fərqlidir 7 və x fərqlidir mənfi müsbət kök adda 7. İndi mənfi 5x üstə gəl 3 bərabərdir 2x kvadratı. 2x kvadratı üstə gəl 5x çıxılsın 3 bərabərdir 0. Diskriminant bərabərdir 25 üstə gəl 4 vurulsun 2 vurulsun 3. Yəni 4 vurulsun 6 24 edir. Bu da 49. x1 2 bərabərdir 5-in əksi mənfi 5 üstə gəl çıxılsın 49 bölünsün 2a 2 vur 2 4. Və buradan x1 bərabərdir mənfi 5 üstə gəl 7 böl 4. 4-də 2 2-də 1.
x2 bərabərdir. Mənfi 5 çıx 7 böl 4. Mənfi 12-də 4, mənfi 3. Hə, bu belə. İndi isə baxırıq 5-ə. 5-də də ixtisarlarımızı aparıq, amma yenə qeyd eləyək ki, bizim A-mız kök addı 6-dan, mənfi müsbət kök addı 6-dan fərqli qiymət almalıdır. Sonra ixtisarlarımıza uyğun olaraq aparacağıq. Baxın, A-ların ixtisar gedir, 3-dən 6 ixtisar gedir. A bərabərdir 2 qiyməti 5-də. 6-da yox, bir dənə diqqətli olaq burada. Bax, çaşdırıcı veriblər. Biz burada yerini dəyirsək 2 minus A. Mənfi olacaq. Yəni, bizim burada 2'miz mənfi olacaq. Burada 2 minus A fərqlidir 0. A fərqlidir 2 qiyməti. Sonra ixtisar apara bilərik. A kvadratı minus 3 bərabərdir mənfi 2. A kvadratı bərabərdir mənfi 2 üstə gəl 3. A kvadratı bərabərdir 1. A qiymət alar mənfi müsbət 1. Yəni, həm müsbət, həm də mənfi bir qiymət ala bilər.